Cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına üst tutaraq Türkiyə şəhərindən, Antalya şəhərindən, buradan, xəstəxanadan birbaşa sizə müraciət edirəm. Cənab Prezident, bildiyiniz kimi mənə saldırı etmişdir Adil Əliyev. Suraxanı icra başçısı Adil Əliyev tərəfindən mənə adamlar kiralayaraq, necə deyərlər, Rusiyadan adamlar yollamışdı. Və onun nəticəsində bir başımdan 30% başım işləmir. Üç dənə də qarnından bıçaq zərbəsi ilə endirmişdilər. Və buna baxmayaraq ölümə qəsd edərək bir Azərbaycan idmançısını, bir dünya federasiyasının, dünya 100 federasiyadan yüksək federasiyalarının qabağında bu hərəkəti edərək Azərbaycanımızı biabır etmişdir. Hələ də bütün dünya federasiyaları bununla bağlı danışırlar. Ancaq mən yarışa getməmişdən qabaqda bununla çoxlu lent yazıları çəkərək paylaşım etmişdir. Cənab Prezident, sizə və bütün hüquq orqanlarına müraciət etmişdim getməmişdən qabaq ki, bu adam məni öldürəcək və yazaraq bildirmişdim. Cənab Prezident, sizə müraciət edərək bildirmək istəyirəm ki, Adil Əliyevin həbsi mütləq olmalıdır. Çünki o mənə bu etdiyi hərəkətlərlə, kiralıq tutduğu qatillərlə bütün dünya federasiyalarının qabağında bizi biabır etdi və Azərbaycan bir evladını və bu ölkənin bayrağını qaldıran, ümidini səsləndirən, arxadan başına bıçaqla, qarnına bıçaqla və bir neçə nəfər tərəfindən və özü yollatdığı iki şəxs federasiyanın öz vitse-prezidenti Elşən Əliyev Türkiyə orqanları həmən onu həbs etdi. Azər Həsənsoy Uçsanda Federasiyasının prezidenti yollamışdı, onu da həmən həbs etdilər. Ancaq Adil Əliyevi həbs edə bilmədilər, çünki o Azərbaycandadır. Onu da Cənab Prezidentim, sizə səslənirəm. Sizə müraciət edərək mən inanıram ki, tez zamanda öz cəzasını alacaq Cənab Prezident. Və inanıram ki, bu üç rəngli Azərbaycan bayrağı altında ona hökm oxunacaq. Bilirəm ki, bizimlə bu söhbətlərin yekununu öyrə. Mən 2-3 gündən sonra mən xəstəxanadan çıxacam. Ancaq təhlükə altında bir daha yenə Azərbaycana qayıdıram. Mən inanıram ki, Azərbaycana qayıtmam onun həqqı.